Salam yoldaşlar, gününüz uğurlu olsun. 6-cı sinif və MİQ çərçivə sənədinə yeni əlavə olunan mövzulardan biri Səməd Behrənginin Balaca Qara balıq əsəri ilə bağlı bir testimizin izahına baxacağıq. Baxırıq burada mövzu nədir? Yeni və azad həyat arzusu. Təbii ki, mövzu buydu, biri düzdür, ideyası. Mənalı, faydalı ömür yaşamaq, yaddaşlarda qalmaq üçün daim inkişafda olmaq vacibdir. İdeyası bu demək deyil axı. Burada ideya tamam fərqlidir. Yeniliyə açıq olmaq. Ümumiyyətlə o əsər sırf belə deyim də 6-cı sinif səviyyəsində deyil. Onun fəlsəfəsi daha genişdir. Ona görə ikini unudun getsin. Problem nə idi? Qapalı, yekrəng, fərəhsiz həyat tərzinin cansıxıcı və bezdirici olması, bəli, problem bu idi. Kərtənkələ obrazı ilə bağlı doğru fikir, dənizin təhlükəli canlıları ilə bağlı məlumat verməklə yanaşı, onlardan xilas olmanın yolları barədə məsləhətlər verir. Bəli, kərtənkələ orada müdrik bir obrazdır, hətta ona bir xəncər də verir. Saqqa quşu ilə bağlı yanlış fikir, hiləgərlik edərək kisəsindəki balıqları bir-birinə düşmən etmək istər. Bu yanlış deyil, bu doğru fikirdir. Deyir ki, qara balığı öldürsəniz, sizi xilas edəcəm. Əsərin məzmunu ilə bağlı doğrudur. Xərçəng balığı nəzakətli davranışı qarşılığında ona dəyərli məsləhət vermək istəyir. Xeyr. Burada xərçəngin nədir? Dəyərli məsləhəti var idi. Xeyr. Bu kərtənkələnin məsləhəti var idi. 1, 3, 4. Doğru cavab olacaq D variantı.